hidrogenləşir. Bu 1 mol da özünə birləşdirə bilər Tamerlan. 2 mol da, düzdür? Düzdür uşaqlar? 1 mol da özünə birləşdirə bilər 2 mol. Yaxşı, indi biz necə bilək ki, bu 1 mol birləşdirib burada, yoxsa 2 mol? Qrafikə baxarıq. Qrafikə baxın uşaqlar, görün C2H2 neçədən neçəyə düşüb? Baxın bir dənə qrafikə. Jalə, lalə. Qrafikdə neçədən neçəyə? 2-dən düşüb 0-a. 2-dən 0-a düşübsə, deməli asetilin 2 mol reaksiya. 2 mol girib reaksiya. Hidrogenə baxırıq. Hidrogen neçədən neçəyə düşüb uşaqlar? Qrafikə baxın, hidrogen neçədən neçəyə düşüb? Hidrogen də 6-dan düşüb 2-yə. 6-dan 4. İndi burada neçənin neçəyə nisbəti var? Baxın bir dənə. 2-nin 4-ə yoxsa 1-in yəni 2-nin 4-ə nisbəti 1-in 2-yə demək deyil. Deməli burada 1-in 2-yə nisbəti var. Onda 1-in 2-yə nisbəti varsa, onda bu tam hidrogenləşib nəyə çevriləcək? C2H. Razısınız mən? Uşaqlar 1 mol asetilen 1 mol hidrogenlə reaksiyaya girəndə 1 mol C2H6 əmələ gətirir. Düzdür? 1 mol. İndi 2 mol 4 mol girirsə C2H6 neçə mol əmələ gəlir? Kim deyər? Neçə mol C2H6 alınır bu reaksiyada? Özü. Nə qədər? Bax 1 mol asetil. 2 mol özü. Bəli, 2 mol. Yəni 1 2 girəndə 1 alınırsa 2 4 girsə 2 dəfə artıbdır, 2 mol alınır. Bizə deyir ki, reaksiyadan sonra alınan qaz qarışığı. Reaksiyadan sonra bizdə C2H6 əmələ gəldi. Bir də fikir versəz, asetilin tam girib reaksiyaya, qrafikə bax. Hidrogen 6-dan 2-də düşüb 2-də dayanıb. 4-ü girib reaksiyaya, 2 mol hidrogen neyinib? Artıq qalıb. Qrafikdən görürsün. Onda reaksiyadan sonra alınan qaz qarışığı budur uşaq. Qaz qarışığının hidrogenə görə sıxlığı deyirsə, Tamerlan, qaz qarışığı deyəndə. Bu bölmələrdə sən olmamısan, bunları biz maddə miqdarında keçmişik. Uşaqlar bilir, qaz qarışığı deyəndə biz öncə qarışığın nəyini tapırıq? M ortasını tapırıq, orta molyar kütləsi. O da necə tapılır? Düstur var idi. Nu1 M1, 2 qazdırsa, Nu1 M1 üzərinə gəl Nu2 M2, yəni molunu nisbi molekul kütləsinə vururuq, toplayırıq, bölürük mollar cəmi. 2 mol C2H6-dır, yazıram 2 vur 30. 2 molda hidrogendir, 2 vur 2 hidrogen. Bölürük mollar cəminə, 2 üstə gəl 2. 64 sürət edir, məxrəc də 4 edir, 16 edir ki. Orta molyar deməli kütlə elədi bizdə 16. Orta molyar kütlə elədi 16. M-orta 16 elədi, bizdən uşaqlar deyir, hidrogenə görə nisbi sıxlığı tapın. Hidrogenə görə də nisbi sıxlığı tapsaq, 16-nı nə etməliyik? Hidrogenə bölməliyik. Hidrogen də 2-dir də. 16-nı 2-yə böləndə 8 edir. Yəni, bax.